Salam Aymiri. Aleykümselam. Müştərilərin Lohman Brown'la bağlı sual verirlər. Yəni Lohman Brown'un təyinatı haqqında. Bəli. Əvvəlcə müştərilərimizi və izləyicilərimizi salamlayırıq. Allah'ın salamı sizlərə. Əvvəlcə qeyd edim ki, bizə hər həftə Lohman Brown üzəsi olur. Amma əvvəlcədən sipariş vermək lazımdır. Əziz izləyicilər, Lohman Brown üzəsi Almaniyanın təmsildir. Yəni Almaniya alimləri tərəfindən seleksiya olunur və Avropa ölkələrində və bir çox ölkələrə yayılmış bir cinsdir. 6 dənə növü var. Hal-hazırda bizdə olan növü Lohman Brown, yəni qəhvəyi Lohman deyərlər. Bunların xoruzları və tövqları səhnəmizdə yerləşdirilmişdir. Bu düzələrin təyinatı sığ, matli və yumurtalı istiqamətdədir. Yəni bu düzələr ortalama 2 ay ərzində kəsmə gedə bilirlər. 2 ay ərzində təxminən 1 kilo 600 qrama qədər ət yığa bilirlər. Normalda yerli düzənəyə 4 ayında kəsə biliriksə, bunları 2 ayda kəsib istifadə edə bilirik. Birinci ərzi istiqamətdə, ikinci budur profesional yumurtalı istiqamətdə saxlanan yarım sənaye cinslərdən biridir. Bu cüzələr 4 ay yarımından sonra yumurtaya düşə bilirlər və demək olar ki, il boyu yumurta verirlər. Qeyd edim ki, məncə il ərzində nə qədər yumurta verərlər? Məncə? Nə qədər? Yox. Mən deyim ki, 300-320 aralığında yumurta verə bilirlər. O qədər. 320 ədədə qədər yumurta verirlər. Maşallah. O deməkdir ki, il boyu yumurta verirlər. Kimlər istəsə inşallah profildə və səhvədə nömrələrimiz var. Əlaqə saxlayıb takip edə bilərlər və ünvan cəvablatdır. Azərbaycanın bütün bölgələrdə çatdırılmalarımız və göndərişlərimiz mövcuddur. Həmçə olduğu kimi Allah'a emanet qalın.